Ses. Salam Elçin. Pulumu ver lan ha. Bak sahibine gel, sıradan gel. Neyinle Bəlkə mən biz qərəgahda olanda bu söhbət qərəgahda çıxmış uşaqlar da gəlmişlər. Söhbət mündəşlər getmir, narahat olma. Söhbət mündəşlər getmir. Ona görə də. Qabaqdan Sabah Bakı da burada, Ömer Bakı. Qabaqdan. Xanım bilirəm, bir də Qabağa keçsin. Bilmirəm. Mən elə bildim icra oldu. Mən çəkin azadlıq. İdara. Biz 1500'e razı değiliz ana. Bizim haklarımız tapdalanır, hüquqlarımız tapdalanır. Analıq olmayan məmləkətdə yaşayırıq. Hüquqi bir dövlətdə yaşayırıq kızım. Bizim 1500'e mən nə alım indi ki? İndiki zaman özü də Sovetski belə bir yerdi ki, dədə-babadan məmurlar elə buradan kirayənişin olublar, buradan çıxıblar vəzifəyə gediblər. Biri kvartiranı saxlayır, biri kiçik bir balaca bizneslə məşğuldur. Hamısını əlimizdən alırlar kızım. Biz nə etməliyik? Zavod yox, fabrik yox. Bu evlər də əlimizdən gəlsə biz elə bir pulla biz özü də bizə nə dəvət edir? Bizə 1000 manat pul verəcək. 2 aydan sonra da biz ev tapacağıq. Sən mənim haqqımı verməsən 1000 manatı da istəmirəm. Mən həmən gedim, mən Bakıda Nəsir Necabətin Bakıdadır. Mən gedəcəm Bakı kəndlərində Qol-Mağribəmə sığınacağam. Sən mənə 1 saat vaxt versən, mən yarım saatda daşınacağam. Xeyir ola məni dolandırırsan. Belə məmləkət olar, belə özbaşınalıq olar. Məmurlar qanımızı içdi ki, hamının 1500'e gəlin görək bu binanı çək qızım. Gör o binada 120-130 minət. Mən oradan ev ala bilərəm. Hə? Heç mən bir otaq da ala bilmərəm. Özü də ki mənim kiçik. Yukarı. Gelin bura. Müasir devirde yaşayırıq. Müasir devirdir. Milleti zulüm edirlər. Biz haçan bir ağ gün görürüz. Şəhərin sentrin yerində yaşayırıq. Evimiz, eşimiz, işığımız, suyumuz, qazımız. İndi bizi hara verir? Elə pul versinlər ki, bizi ev alırlar. Nətər ev görə bura yığılmış? Ailəmizi hara yığılır? Evlərimizi gəlib. Ceo. Ah kahretsin. Ne var ne yok. Sağ ol. Gel Laura. Abi. Seçin onu arkadaş. Seçin. Allah razı olsun. Yadına çıkmasın değil mi?
Mənziliniz harada yerləşir? Salofyonda. Salofyon. Neçə kvadratlı mənziliniz? 50-55 model. Sizə nə qədər kompensasiya təklif olunur? Hə? Sizə kompensasiya nə qədər təklif olunur? Neçə kvadratlı, neçə dənə sahib? Komşularımızla danışırlar ki 150-1500 manatdan verəcəyik. Yəni bu ədalətlidir bu 1500 Yox, yoxsa ədalətli deyil. niyə görə? Çünki mən 54 deyil, müəllim işləmişəm. Bəli. Mənim otağım var, indi pis yaxşı yaşayırlar. 10% ev qiyməti qalxıb. Elədir, 1500 manatdan mənə pul versə, mən nə oğlum üçün, nə nəvələrim üçün, nə özüm üçün ev ala bilməyəcəm. Harada, birinci harada gedim alım? Başını hamısını söküblər. Ev arada gedib alım. Sovetskada deyirlər 10.000 evi sökəcəklər. Bu 10.000 adam başıcı ev axtarmalı. 10.000 adam ev axtaranda satan, evi satan da qiymətini qaldırır. Deməli bizi küçəyə atmaq istəyirlər. Bura siz yığışmışsınız. Kimə prezidentə müraciət edirsiniz? Bəli. Ona prezidentə. Ancaq prezidentə, üçün məmurlar özləri üçün işləyirlər. Ay ki 66 yaşım var. Ben 15 kvadratlı harda ev aldım. Ben de ben Bakılıyım. ne bileyim 15 ben de 12 kvadratlı ben hardayım. Ben hardanım. Ben bakılıyım. Ben 1500 ben 500 12 kvadratlı harda ev ala bilərsiniz? her şeyde Heç yanda. ya geçine şeyde yaşa Sumuttepe'de ay şey ben bana burada anlatan olmuşam Sovetskada bak burada ben hana gideyim Biz sana sıkı olmuş. ben gidip Sumuttepe'de ev alayım Nə icazə olaraq Saqqay sərbəst evi de yaşamada danışır yaşamada da 60 milyon gelin bu yana gelin Birinci bölümünün sözü vereyim bizim ahsaklarlara, buranın ulus hakimlerine. Buyur. gelin Ayşe gelin de gelin buraya Ay zaman, xahiş edirəm, kim bura bu mitingi təşkilli verməsən, təşkilat komitəsi gəlsin bura. Kim çağırıb bunu, gəlsin qavağa. Millət vəkili dəvət eləmişsiniz. Səsliyim gəlsin millət vəkili. Molla Musa haradadır? Hər şey qaydadan olur. Nə tələb edirsə. Tamam. Hayır şəhərlilər. Hayır şəhərlilər. Nə dərdiniz var? Qayda qanunla, sakitcə, səs-küy salmadan, heç bir qeyri-qanuni hərəkət etmədən, xahiş edirəm bir adam kimi, yığılın, sözümüzü bildirir. Əgər ümumi sözü biz deyildiksə, sözə ehtiyac olmayacaqsa, onu deyək, çıxar yerimizə, işimizə. Biz bura heç kəsə qarşı çıxmamışıq. Biz dərdimizdən ötürü gəlmişik bura. Dərdimiz də nədir? Bizi diqqətlə dinləsinlər və sözlərimizi eşitsinlər. Xahiş edirəm. Xəlvətdə yığılıb beş-beş danışmaqla dərd çözülməz. Ümumi dərdi seçdiyimiz adamlar var. Onlara demək lazımdır. Əvvələ bu ərazinin millət vəkili. O gəlməlidir ortalığa, bu xalqı dinləməlidir. İkinci, o gəlməsə, imtina eləsə, ondan böyükləri var. Yəni biz birinci növbədə öz seçdiyimiz millət vəkilinə öz şikayətimizi deməliyik.
Onun üçün bu qədər millət onun qabılına yazılmalıdır. O vaxt yazılar ki, bir nəfər bir şikayətdən ötürü gelir. Əgər ümumi xalq yığılırsa, ümumi bir şeyin şikayətini deyirsə, o millət vəkili gəlməlidir. Bəli. Gəlməlidir və eşitməlidir. Sözü də gedib Milli Məclisdə danışmalıdır. Parlamentdə onun üçün hüququ var və bunun üçün də seçilib. Mən xahiş edirəm. Cəmaət, sakit olun. Heç kəs sizi evinizdən zorla çıxarda bilməyəcək və bilməzlər. Bu mümkünsüz şeydir. Zorla bu dövrdə heç nə həll olunmur. Hər şey razılıqla, bir-birinə, sülhlə, barışıqla olur. Biz ömrü boyu xalqımıza, millətimizə, dövlətimizə xidmət eləmişik. Heç kəs şəxsən mənim barəmdə bir dənə nöqtə boyda ləkə tuta bilməz. Biz ömrümüzü bu millətə, bu xalqa, bu dövlətə həsrləmişik. Və xahişimiz odur ki, seçilmiş millət vəkili ortalığa gəlsin. Birinci növbədə haradırsa xəbərləsinlər. Əgər onu vaxtında deyiblər, eşitməyibsə, buyursun, zəhmət çəksin, gəlsin. Gəlsin, millət vəkili kimi burada iştirak eləsin. İcra başçısı da. İcra başçısı millət vəkilindən sonra. Sakin. Bu Dinasiyamız devam xalqı edir. hər dəfə mən sizi bilmirəm. Mən hər dəfə o televizorda verən xəbərləri eşidəndə mən çox narahat oluram. Niyə görə? Hər dəfə bu ərazini, bu 5 mərtəbədən bura ərazini Sovetski diye adlandırırlar. Bu təhqirdən başqa bir şeydir. Ne üçün? Sovetski sözü Sovet hökumətinin vaxtında qoyulur və o ləkələnib, Sovetski adı kimi ləkələnib. Əvvələ biz bu ərazi cəmaatı Bayır şəhərli, yəni Füzul, Zərgər falandan qalxmış, ta bu məktəbin arxasınızdan. Biz Bayır şəhərli, bizim tarixi adımız var. Biz Bayır şəhərlilərik. Biz bura məskunlaşmışıq, Şirvanşahla gəlmişik. Bizim şah bura gətirib. Bunu biləsin. Bunu çox adam açıqlamır, demir. Şirvanşah İçəri şəhərə köçəndə zəlzələlərin nəticəsində öz saray əhlini, burada ərazidə əksəriyyət yaşayır saraylılar. Onlar kənd cəmaatı deyil. Onlar Şirvanşahın sarayından gəlmiş adamlardır. Biz saray əhliyik, biz şah sevənlərik. Biz millət, dövlət sevənlərik. Biz ömrümüz boyu xalqa, millətə, dövlətə xidmət eləmişik. Və xahişimiz odur ki, millət vəkili gəlsin, bizim bir xalq kimi, xalq sevən, millət sevən, dövlət sevən bir xalq adam kimi, millət kimi gəlsin bunun qaydasını öyrən. Mən xahiş edirəm. Biz ümumi sözümüzü demişik, bilirlər demişik. Ümumi sözümüzü demişik. Buradan cəmaat köçürülməlidir tam qayda qanunla. Heç kəsə qarşı qanunsuz hərəkət olmamalıdır. Tam qayda qanun Sovet hökumətinin vaxtında köçürülmə proqramlarıdır. Buraya ərazi üçün Sovet hökumətində hakimiyyəti alan hökumətin qabağında həmin qərarlar durur. Heç biri ləğv olunmuyor. Köçürülmə ilə əlaqədar nə qanun tələb edirsə, hər bir ailəyə qarşı o tələb yeridilməlidir. Hər bir ailəyə qarşı. Əgər ailə çoxdursa, onun sahəsi icazə vermir ki, o pulla gedib məskunlaşsın, onun mənzillə təminləməlidir. Tam qayda qanunu ilə. Sovet standartları 8 metre idi, Avropa standartları 17 metre. Amma biz onu tələbləmirik. 12 metreden aile üzümünə, aile başına mənzil düşməklə təminləsinlər. Bu qanunu pozmasınlar. Kimin sahəsi artıqdırsa, yəni o tikib, yaradıb, zəhmət çəkib, ev işi düzəldib, onu köçürülmə qanunu ilə 150-250 metrə evindən aralı olmaqla ya evdən təmin edirlər, ona uyğun olan və əlavə ona əziyyətləri düşən kompensasiya verilməkdir. Ya da ki, üzr istəyirəm, ya da ki,
o ərazidə tikilən tam təmirli evin dəyəri verilməlidir. Tutaq ki, məndə bu günləri 50 kvadrat deyil və mənə artıq diyor, 50 kvadratın bu ərazidə dəyəri metre hesabı 150-250 metre. Öyrənsinlər. Bəlkə bizə yalan deyiblər. Onlara düzün deyərlər. 4500-5000 manat. Təmirli evdən gedir söhbət. Mən təmirli evimi heç kəsə bağışlaya bilmərəm. Mən bağışlayaram oğlumun uşağıma. Amma tanımadığım adamla mən ev bağışlamıram. İnziməsin məndən. Mən ona ev bağışlamayacağım. Xahiş edirəm, millət vəkilini dəvət edin, dəvət eləmişsiniz, gəlsin ortalığa. Bu cəmaat onsuz da xəstə cəmaatdır. Hərənin bir dərdi var, saatlarla burada gözləyə bilməz. Ya gəlsin, ya gəlməyəcəksə, biz sözümüzü deyirik, dağışacaq. Bismillahirrahmanirrahim. Ben Allah'ın adını çekirəm ona göre ki, Allah adaletlidir, Allah insaflıdır, Allah sevendir. Deyirlər göyde Allah yerde hükümettir. Hükümet de adaletli olmalıdır. Hükümet de insaflı olmalıdır. Ben bu Sovetski'nin sakiniyim. Ben bu Sovetski'de büyümüşəm. Benim atam burada böyük yaşadı olur. Benim uşaqlarım, develerim bu Sovetski'de büyüyür. Sovetski'de yaşıyor. Hürmetli cemaat. Ben atamdan eşitmişəm ki, Sovet hükümeti gelende buranın adını Sovet sözüydüler. Ve dediler ki bu tezliğine plana gelecek. Ben cavanlığım burada geçer. Cavan vakti köylü nesil, yaşlı nesil bilir. Lemberans ve Alişbak Sovet'in sedri yanında. Çıktı televizyon dedi ki bu Sovetski plana gelecek. Gitmedi. Benim yanımdadır. Söz demeksən? Neriman'ın heykelini bırakıyorum ben. Merkezi komitenin birinci katibi Heydər Əliyev geldi. Ve bu cemaate öyle direk verdi. Dedim ben bilirim. Bu çetin şeraitte yaşayıblar. Şeraitte yaşayıblar. Bu vatandaşların biz onlara borçluyuz. Bu küçük tezliğiyle çökülecek ve biz onları qəşəng evlerle temin edeceğiz. Bu da geç olmadı. Biz böyle vakti geldik çattık ki indi memurların devridir. Ben şahsen bu hükümetten hiç ne istemiyorum. Ben bu hükümetten siyasi söhbetlerim yoktu. Ben vazife istemiyorum. Ama ben öz hüquqlarımı teminini istiyorum. Öz hüquqların teminini. Ne için? Ne için? Ay canım. Ben çok teessüf edirəm ki, bu Sovet vaxtında çökülmedi. Ona göre ki, Sovet vaxtında memurlar artık sesini çarpı bilmirdiler, meydan süreyi bilmirdiler. Onda Heydər Əliyevin korkusundan onlar halka hesapsız eləyi bilmirdiler. Köyünü burada vatandaşlar, yaşayan vatandaşlar bilir. Bu yukarıda pazar var idi, Şoş pazarı. Onun etrafında evler söküldü, hamısına teze menzille temin olundu insanlar. İkinci Kriptovo'da evler söküldü. Onlara 5.000'den adam başına pul verildi. 60 kvadrattan az olan sahaya evler verildi. Daha pul verilmedi. İndiki zamanında bu 60 kvadrat, 50 kvadrat, 30 kvadrattan ne almalılar, ne inemiyorlar. Şimdi bundan kabak 1500 verilirse, indi inflasyon olur. İndi bu pul puldur, bu pula hiç alma olmaz. Niçin böyle olmalıdır? Niçin memurlar bizi saymamalıdırlar? Biz hükümetin, devletin dayağıyız. Devlet de bizim dayağımız olmalıdır. Ne için? Sabah Heydər Əliyev 90. illerde cemaate müracaat ediyende, tüm cemaat, sizden de Sovetski'nin cemaati onun kömeğine gitti. Bunu hamımız yadımızdadır. Bizim muharebe vakti, Vətən müharibəsi vaxtı bizim vətəndaşlarımız, hele de Sovetski'nin cemaati de öz əmlaklarını satırdılar, verirler müdafiə fonduna, qızıllarını verirler müdafiə fonduna. Mən də, nənəm benim tüm qızılları vermiş müdafiə fonduna. Bu saat muharebe olsa, Qarabağ müharibəsi, mən yaşıma baxmayaram, hazıram gedim. Niçin? Çünkü bu vətəndir. Çünkü bu vətəndir. Çünkü bu vətəndir. Vətən başlayır mənim qapımdan. Vətən başlayır mənim evimdən. Vətən başlayır mənim ailəmdən.
prezidentliğe keçəndə Qurana, konstitusiyaya ələ basın. Biz konstitusiyamızı deməli yerinə yetirməyini istəyirik. Ne için memurlar demirlər ki, kanunlardan demirlər. Demirlər ne kanunlar var? Mülkü məcəlləmiz var, ev məcəlləsi var, hüquq, azadlıq hüququmuz var, yaşamaq hüququmuz var. Ne için bizim yaşamımızı məhdud edirlər bunlar? Ne için demirlər ki, 2013-cü ildə oktyabrın 29'u 804 qərara göre deməli məcəllələr değişib, ev məcəllələri, mənzil məcəllələri değişib. Ne için bunlar açıklama vermirlər? Ne için demirlər ki, 2011-ci ilin fevralında, ne için demirlər 2011-ci ilin fevralında 45 günlük qərar çıxıb? Bunu ne için araştırmırlar? Ne için? Baba axırıncı qərar 2012-ci ilin fevralında çıxan qərar deməli mənzilləri, şişələrin sökülməsi və vətəndaşların yolu salmasıdır. Bu qərar 2014-cü ildə qüvvəyə minməlidir. Bilmirəm indi biri əvvəlində bu qüvvəyə minib ya da ki ilin axırında qüvvəyə minəcək. Amma ki bu qərarda ay mənim əzizlərim, bütün sökülmənin qaydaları yazılıb. Deməli fərdi şəxslər olaraq və fərqi şəxslər olaraq deməli nümayəndələr, cürvəcü nümayəndələr olaraq bu komissiyalara təşkil olmalıdırlar. Bu komissiyalara təşkil olmalıdırlar, bilməlidirlər. Orada hər fərdi insanlar deməli köçmə qaydaları təmin olunmalıdır. Lazım olana kimi hepsinin ev verilməlidir. Onun kompensasiyası verilməlidir. Biz buradan deportasiya oluruq. Bura köhnə Bakı ahalisi yaşayır. Biz ne için gelip bağlarda yaşamalıyız? Bu hardan görünür? Necə olur? Benim əzizlərim. Ha, sağ ol. Əziz Şəvəski sakinləri, bizim Bayır şəhərlər, necə ki Qurban qardaşımız deyir. Bugün bizim müqəddəratımız öz əlimizdədir. Məmurlara biz imkan yeri verməyib bizim talihimizi həll eləsinlər. Bizim burada əzəldən evlərimiz olub, mənim şəxsən fikrim odur ki, yeni sakinə burada da ev verilməlidir. Mənim əzizlərim, əgər biz öz hüququmuzu təmin edib bilmiriksə, ne üçün biz yaşayırıq? Ne üçün? Mənə bir sual verir. Mənə düz görür ki, bunlar necə həll oldu bilər? Ancaq bizim birliğimizlə məmura qalsa, biz pulumuzu da alabilməyəcəyik, burada çoxsu kasıb təbəqə yaşayır. Sabah bu kasıb təbəqə balaca evlərdə 20 kvadrat, 30 kvadrat, bunlar ne edəcəklər? Bunlar gedib 10.000 ev söküləcək burada. 10.000 evinin 5.000 ev alıbilərsə 5.000 kirayda qalacaq. Kirayı pullarından sonra bunlar ne edəcəklər? Küçələrdə qalacaqlar. Bunu başa düşmürlər ki, bu sosial partlayışa gəlib götürər. Ay məmurlar, bu cəmaatı incilmiyor. Çünkü Heydər Əliyev üçün yasamalı icra hakimiyyətinə görürüz yasamalı icra hakimiyyətinin qabağında ne yazılır? Yazılıb ki, halk devlet için değil, devlet halk içindir. Bunu Heydər Əliyev deyib. Bizim hüququmuz var ki, öz tələblərimizi tələb edirik. Səməd xəstədir deyirlər. Səməd yoxdur. Amma icra hakimiyyəti buradadır. Səməd gəlsin. İcra hakimiyyəti nümayəndəsi gəlsin. Ben bilirəm ki, burada polisin nümayəndəsi var. Təhlükəsizlik komitəsi nümayəndəsi var. Mənim əziz qardaşlarım, biz deyirlər deputat gəlir. Gəlsin deputat qardaşlar. Nereye koy gelsin ha? Biraz böyle koy gelsin. Mikrofon abi. Mikrofon. Gelin. Mikrofonu. Kimde o? Helal olsun
Yola açın. Ne icazə verin? Mikrofonu zahmet olmasın. Gel sana. Səməd müəllim bizi sayıb Səməd müəllim bizi sayıb gəlib xəstədir. İnfarkt keçirdi. Amma bu cəmaət bir yerdədir. Sakit! Sakit olun. Bak taze gelen var. Bir diyen bir de. Bir dənə rəis keçsin. Biraz kenara. Ana, biraz Sakit olun. Sakin olun. Kulak asın sakin. Sakin yani Sakin. Sakin olun. Ay çabuk sakin. Sakin olun. Sakin. Əziz sakinlər, əziz Yasamal rayonu sakinləri. Bir dakika diyen de. Mən xahiş edirəm. Xahiş edirəm sakitliyə riayət edin. Mən bu günləri sizin sorğunuza görə gəlmişəm bura. İndi yoldaş qardaşımız qeyd etdi ki, infarkt keçirmişəm. Hələm keçirtməmişəm. İnfarktı, ancaq görürəm ki, biraz problemlər yaranır. Biz sizinlə burada yığışan insanlar uzun illərdir. Yəni ki, məni burada çoxsu tanıyır. Mən Yasamal rayonunda uzun illərdir sizinlə bir yerdə işləyirəm. Və sizin problemləri siz fikirləşməyin ki, biz bilmirik. Bəli, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə bu ərazinin köçürülməsi barədə sərəncam var. Şəhərin abadlaşdırılması işlərinin davam etdirilməsi, yol infrastrukturunun təkmilləşdirilməsi. Özünüz siz bilirsiniz ki, bu Sovetska ərazisi Bakının ən ağrılı problemlərindən biridir. Özünüz də siz çətin şəraitdə yaşayırsınız. 100 ildən artıq bu evlərin ömrü var. Bilirəm. Qulaq asın, xahiş edirəm. Və bizim də məqsədimiz ondan ibarətdir ki, əgər bu evlər köçürülürsə, sizin şəraitiniz daha yaxşı olmalıdır. Biz ayrı-ayrılıqda, bu cəmsi 2 ay müddətindədir ki, bu proses gedir. Bugünə qədər ancaq, yəni razılaşma yoluyla kiminlə məsələlər həll olunubsa, onların vəsaiti keçilib. Ancaq bir nəfər də olsun burada deyə bilməz ki, mənim razılığım olmadan, yəni ona deyilib ki, sən evi tərk etməlisən və yaxud təhvil verməlisən, burada bir belə problem ola bilməz. Biz ayrı-ayrılıqda bütün vətəndaşları, ev sahiblərini dəvət edirik, onlarla görüşürük, onların problemlərini dinləyirik və onları təkliflər şəklində paket hazırlayırıq ki, ölkə rəhbərliyinə təqdim edək və sizin problemləri həlli yolunda addımlar ataq. Və bu günləri mən sizi bir daha əmin edirəm ki, həftə müddətində bütün bu sizin sorğularınız, narazılıqlarınız, şikayətləriniz hamı nəzərə alınaraq, bir nəfər də olsun belə, yəni razılaşma olmadan, yəni evindən çıxarılmayacaq, yəni onun evi sökülməyəcək. Ancaq o vətəndaş ki, razı olduqdan sonra, o vətəndaş ki, razı oldu, onun evinin sökülməsi məsələsi qoyula bilər. Yəni, arxain ola bilərsiniz, əmin ola bilərsiniz. Mən bu günlər bir komissiyanın sədri kimi, mənə də bu həvalə olunub, böyük bir məsuliyyət daşıyıram bunu və mən buna bilirəm ki, mən sizin qarşınızda, əgər bu sözləri deyirəmsə, mənim məsuliyyətim nədən ibarətdir? Bu problemlərinizi hamısı bilir. Bizim ölkə başçımız bilirsiniz ki, gözəl bir humanist prezidentimiz var. Heç vaxt razı olmaz ki, kimsə bu ərazidə narazı qalsın, kimsə problemlərlə üzləşsin. Yəni, sizin ayrı-ayrılıqda problemləriniz həll olunduğundan sonra bu ərazidə söküntü işləri aparıla bilər. Bu günləri bir dənə də olsun belə, yəni ki, iş ola bilər. Və mən sizdən xahiş edirəm, yəni siz məni dəvət etmişsinizsə, bir səlahiyyətli nümayəndə kimi mən sizdən xahiş edirəm ki, bugün bazar günüdür, istirahət günüdür, xahiş edirəm, evlərinizə gedin və mən dediyim sözlərin məsuliyyətini daşıyıram və sizə bir daha deyirəm ki, bir nəfər də olsun insanın razılığı olmadan evi sökülməyəcək və o evindən köçürülməyəcək. Hamınızla razılıq əldə ediləndən sonra. Çox sağ olun. Bir dəqiqə. Bizə deyirlər ki, 15 kvadratdan artıq verməyəcək. 15 min, 1500-dən artıq Bu ikisi dekabr 2010.
93-cü il. Sərəncamı bir surətə göstərmək olar mı? Biraz daladır. Biraz da Hacı. Hacı Zeynəndi. Səməd müəllim elini dağıtıb sürəcəm. Xahiş edirəm, anam basın. Bir ay kəmir sözünüzü deyin. Allah eləməsin. Halim, bence mikrofon ha. Ha? Ha, çatayı gösteriyor. Biraz qırağa durun. Biraz qırağa durun. İmkan olsa durun. Buradan gözü geldi. Bizi koymayacak. Sen bunlara Xahiş edirəm, dağılış. Televizyon Hamısı takılır. Neylemeliyim ben? Hara derler görürler mi neyini? Hara gitmez ya ben. Hara gel. Hacı olanlar. Bak sebeti. Zaten narazı kalan değil. Narazı olun. Ben bunu Gülmemeli. Yaxşı, yaxşı, yaxşı. Başım ağrır. Yaxşı, yaxşı. Rahmet. Ay rahmet. Yol elə geçsin. Sen özün ver o tarafa. Bir şey karşılar, sakinler riayet edin. Biraz aralaş. Biraz aralaş. Hürmetli yaşama sakinleri, aziz həmvətənlər. Kalonkan kaldı. Burada hürmetli Səməd müəllim İslamov, icra başçının muavini, bu köçürmə komissiyasının sədri kimi öz fikirlərini dedi. Bizə təkrar olunur ki, heç kim bu məsələlərdə, bu köçürmədə narazı qalan deyil. Bu məsələlər xahiş olunur ki, sivil qaydada ağsaqqalların nümayəndələri, İctimaiyyətin fəallarının iştirakı ilə qəbullarda sivil qaydada öz həlini tapsın. Sizlərdən bu xahiş olunur. Mən Olsun rəisi kimi, ictimai asayişin qorunmasına məsul şəxs kimi sizlərdən xahiş olunur. Sakit qaydada hərə öz evinə geçsin, bu məsələlərdən narahat olmasın. Sizlərdən xahiş olunur. Tek burada sizler değil, müxtəlif insanlar bu ərazidən keçir, yaşayır. Biz onların hüquqlarını pozmayaq, onların narahatlığına səbəb olmayaq. Ona görə də xahiş olunur ki, hər bir kəs öz evinə geçsin. Kardeş biz başka söylemeye hakkımızı talep ediyoruz. Əziz həmvətənlər, sakinlər, siz bir daha xəbərdarlıq olmuşsunuz. Əks təqdirdə ərazi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən, polis tərəfindən təmizlənəcək və sizdən xahişimiz odur. Bir daha xahiş edirik. Ben bir ara kimi söz alıp danışmak istiyorum. Kardeş biz ayaklardan şuralardaydın sen. Özünüzü təqdim edin. Aşağıdan gel. Aşağıdan git bir de gel. Özünüzü təqdim edin də bir. Ay sayda. Biz serbest bırak. Durunsuz serbest. Biraz ara oldu. Aralım mesajlarımıza bakın. Səhlə danışırıq, səhlə danışırıq. Kaç
Açın məktubu ikinci mərtəbədən çıxın. Hadi məktubu yuxarısından çıx, danışla yuxarıda. Sen şey, heyecan tapar. Şey. Ay selam, sakin olun. Ay kişi kutusu yukarıdan da açsın da. Hadi bir dakika, diyorum yukarı kutusun. Aha, neyse o. Hamadan geldi. Şeypini verin ona. El eleme de kardeş, el eleme. Abi de sakin olun. Sakin yere eteliyor. Sonu ses çıkmır ki. Alasın mektebi girsinler mektebe de. Anlaşıyor musun? Ağaçları biraz ara durun. Ağaçları biraz ara durun. Aralı durmaz yani. Yok arkadaşlar olmaz diye sakin sakin. Masaya hasta bok şöyle var. 10 bin ha 10 bin 10 bin. Ya bir de. Seçer misin? Ama nerede çekiyorsun arkadaş 10 bin? Ağaçları biraz aşağı düşün. Ağaçları vatandaşlar. Ağaçları biraz aşağı düşün. Bileyle ne bir danışsın mikrofonu. Yol ver. Bir dakika, değerden sonra. Yol ver, geçsin söz diye. Benim, ay benim, görün ne diye. Ne kadar kaçın pazarım? Görün ne diye. Sakalı kaldı. Camaat sözün desin de bir dakika gözlüğünü de koy. Yok böyle formada istemiyorum. Ağız değerini kulak eşit. O desin ki 15 yıl, yılsın gedeydi o kabul eder. Sen kaldın. Hiç kümesi yeşil. Evet, şaşırmasın. Orada kabul ediyoruz. Ne oldu? Sakallar sözü. Ama verirsiniz ki. Otomatik. Evet, razı olmuş. Güven güzel. Orada. Kaldırmam şu kıymetli havaya Allah. Hadi. Burada Ben 108'de ben sevmeden olmuyor. bu kardeş bize gelip yakalarım. İstemiyorum. Kim onu istiyor? İtiraz. Ay itiraz sanırım. İtiraz. Ay.
Cəmaata lazım olan bir Etina, əlvə yaxşı yaraşır. Hava səsi çıxır uzadırsan onu. Ver mikrofonu. Burada yaşayan Namık zaten. Görürsün ne diyeyim. Hamısı da bilirsiniz ki sizlerden biri yani. Bu günləri burada yığılıb 5 min, 10 min arasında gəlmişsiniz. Çox sağ olun. İndi biz burada 7 nəfərdən, 10 nəfərdən sizin razılığınızla yaradırıq komissiya sizin adınızda dövlət nümayəndələri ilə gedirik. Bəli, ağsaqqal da olacaq, orada qarasaqqal da olacaq. Gedirik orada daşırlanacaqlar. Hamı qabağında deyil. Ben öyle bir tane. Ağıllı. Bir tane provokasyon çıkacak. Kardeş hakkımızı biz ağırımızı değiliz. Bir de biz geldik otururuz oraya. Sen nedir sen? Ben burada yaşayalım. Yok yaşamayalım. Ay yaşıyorsan ben yaşayasın. Ben şişe geldim. Yaşıyorsan. Her saniye olacak. Bir şey var gelsin ya. Burada kime ne değil? Demek sen icra ayağına. İcra bizden demek bu okur. Demek bu okur. Biz vuruşma. Ya hakimiyetin de geçiştiriyor oraya idareye gelsin. Ama niye gelsin? Boş getirirsen. Hamı kabağında. O demir bu erik. Ay başına. Hakkımızı tele bile yok. Bu zaman gözücü. Kimliği takip et, o zamanına gider. Ay kardeş. Nümayendelerimiz Gel gidelim. Arkaya sana. Ben güç var zaten. Arkada söküyor. Oradan gidelim. Ha, sökeceğinin hakkını verin. Ona göre bahsini söküle hakkını ver. Bahsini neden var? Gelen yardımcı değil. Hamı gelir, hamı. Çıkardı gitti gidelim. İsmail Bey, biz bir saate geliyor oraya idareye. Şu, gitti, Namık'a geliyor. Ora niye? Ben gittim oraya da. Orada kaldıracağım. Bir daha. Hiç kaldık var. Her pazar günü yumuşak. 2 saat bak. Evet evet. Ya cemaatin işi var, gücü var. Çörek mi getirmem? Kim vardı? Oradan yola çıkartırsan sıra tutan da Ben tanıyım ben. Hoş geldin. Ha buradan yola çıkartırsan. Hala burada mı? Şehitler evi onlar bilir. Onlar bir şey senden şüphelen. Çıkardı gitti. Şey ben sana çıkarttım. İcra açmıyor. İtira da gelecek. Ne itira da gelecek? Gel hamın yanına konuşma oraya. Boşala ver. Polisin arabasında 5 numara Ha sen çık. Dayan burada kısa program. Biraz arası kalsa da. Geldi özde sen söyle ya dedi gitti. Aha
yığışına icra kimi. Təxribat. Qəbuluna. Hala da heç kim heç Ben olmasam siz bakarsınız. şey ana. Bəzi insanlar başa düşmür ki, eydən hər şəkildə elə köməklə gəzir. Hani mikrofon verin biz de işte göre ne diyeyim tamam. Hiç seçmeyi olmaz. Ölçtüyü de demir. Mən nə bilirsə orada nə yazmışsa. Başını yarım ətin üstünə qoysun Allah'ın. Sen yol verirsen. Yavaş. Cavanlar sakit. Sakit. Bununla hara gedir? Öyle bu, hara bir söz. Yoğun yer satın. Ana, 20 nəfər olmayan bu adamlar da yanıb qalır.
Allah versin. O zaman çəkək. Hala bir danış. Hala çok danış. Yolda dur çəkmədən belə dur çək. Yolunu kəsəbəşin. Kesin buradan çək. Artık cemaatı çıkardılar herhalde. Ne mənası diyanlar? Kalıp ne yiyecek? Daha diziyle. Təşkil edin. Hər tərəfli. Kaplıca bilen Cemşar. Evet. Biz kapalamaz diye. Kapağı gelir abi. Hayır, şimdi yok. Köprüler de alacak. Köprüler. Şu anda izlenim. Ben biraz BBB'de bayılıyla seçmiyorum. Kim diyor ben de seçmiyorum. Tam da olsa olacak. Yemeği de hala her şey var. Ha, azal. Sen seçmelisin oğlum. Sen etibar eləməlisən ki, bu məhəllədə bu kişi doğrudan da saçın ağarmağı, oğlum, saçın ağarmağı ağsaqqal olmaq demək deyil, elə deyil. Əsas baş ağarsın. 30 yaşında cavanımız var ki, 70 yaşında ağsaqqaldan müdrikdir. Razısan mənimlə? Əsas sizin etibar elədiyiniz adamlar o təşkilat komitəsinin üzvü olmalıdır. Bilirsiniz axsa. Mənim gözümsə gəl, mənə etibarım varsa. Allah razı olsun. Vallahi. Söz bir olsa her şeyde eləmir. Ha qardaş, kim eləmir? Oğlum, el bir olsa dağı yerindən oynadar oğlum. Niye arada kalmadı? Hayda. Mən deyirəm ki, mən bilirəm deyirəm. Mən deyirəm ki, mən 4 il əskərlikdə olmuşam. Döyüş bölgələrində. İndi məni bu aparıb badımcanlığa belə pis çıxmasın. Aparıb gölün qırağına atacaq uşaqlarımla bir yerdə. Bu hələ sual altındadır, atacaq yox, o sual altındadır oğlum. Mənim uşaqlarım küçədə yatandan sonra mən bir də müharibəyə gedərəm. Vallahi getmərəm. Yox, evladım, qulaq as. Vətən, görəm. yox, qulaq as. Yox, onu başa Yox, mənə qulaq as. O vətən müqəddəsdir. Vətəndən danışmayaq. Söhbət bizim hüquqlarımızdan gedir. Sənin İndi köçmüşəm, mən də ev satmışam, ev gəlmişəm bura. 9 kvadrat evim var, 2 nəvəm var.
Nəvəm əskərdən bir ildir gəlir. Mən bu çünki ağlamalıyam, yoxsa yox. Əskərdən gəlir, xidmət edib, ölkəsini qoruyub gəlib də. Unsuz bir şey, gedib kirada yaşayırlar. Kirada qiyməti 300 lira. Hardan mən verməliyim? Mən yaşlı adamam, 75 yaşım var. Ben bu yaşımda ne şu küçelere çıkmalıyım? Neft ülkesi, varlı ülke, pambuğu, nefti, suyu, çöreği, her şeyi. Nece öyle olmalı değil mi? Ben firavan yaşamalıyım. Ayrı ülkelerde kocalar gidip aile saklayıp, çepeliyle, sanatoriyalarla. Ama ben bu gitmişim, burada hale batmışım. Demirəm benim 3-5 otaq versin. Benim bir otağımda 9 kvadratı, balozunu versin. Ayrı ben şey istemiyorum ondan ki. Hele ki cemaata, komşular da hemen məziyyətədir. Gələn çəkənlər, balaca tuvalet dahi yoxmu 1 metre. Onu çəkir ayrı. Oturduğum yer balaca çəkir ayrı. Yattığım bir kravatı çəkir ayrı. Bu ne demek? Ha böyle şey olur, böyle olmaz ay olur. Şərait yaratmalıdır. Allah canını sağ eləsin, seçmiş yok. Bir şərait yaratmasın bizim için. Bizim için bir günah basıdır. Deputat heç mən bilmirəm. Şəhər adamı, mən bilmirəm mənim deputatım kimdir. Yəni, haçanıca belə olacaq. Haçanıca qanunsuz. Haçanıca belə qanunsuz olacaq. Mən bilmirəm axı. Oturmuşam evimdə də. Bir otaq uşağım yazır. Əskərdən gəlir. Əskərdən gəlir. Şələrdə qapılarda yaşır. Oğlum, qızım, gəlinim də yəni. Bir oğlum var, 2 nəvəm var. Gəlib əskərdən. Xidmət edib də ölkəsində. Vətənini qoruyub gəlir. Gələ ölməliydi. Şükür Allah'a çok salamat gəlir. Tək hamısı salamat gəlsin. Elə olmaz axı. Açancı kiradır. Kasıb adama işləmə. 50 il işləmişəm həkiməm. İndi qalmışam o vara. Açancı bir olacaq. Bir şərait yaratsın da. Şərait yaratmalı da yoxdur. Şərait yaratmalı. Onunla belə yaşamaqdan sonra ki yaşamamalı. Vaxtım keçib ilk baş götürüb gedərdik. Ayrı yerlərə. Nə bilim, kara gedir. Bir dənə tək deyirəm, uşağım var, nəvəm var. Gəlib əskərdən, ay nənə, haça ev alacaqsan? Nənəmə haça evləyəcək? Haça olacaq? Bax oğlum, belə vəziyyət. Xahiş edirəm, onu orada mən, onlar qurtarsan, onu belə görsən, olmasa valım, mən gedərəm, ben uşağım var axı. Yandırım özünü öldürürəm. Allah mənə ömür verim yaşayım. Heç öyle olmaz. Bax, belə vəziyyətdə qalmışam. Pis gündə pis vəziyyət. Həyatdan. Ben geleyim generala.